Qarabağ İqtisadi rayonunda yerləşən faydalı yataqların qanunsuz istismarına və bundan irəli gələn ekoloji terrora qarşı etiraz aksiyaları 17 gündür davam edir. Dekabrın 12-sindən keçirilən aksiyalarda bugün də Beynəlxalq Qırmızı Xaç Komitəsinə və sülhməramlı kontingentə məxsus ümumilikdə 45 nəqliyyat vasitəsinin keçidinə şərait yaradılıb. Aksiyanın 17-ci günündə də ərazidən sülhməramlı kontingentin mini avtomobilinin keçidinə şərait yaradılıb. Bununla yanaşı Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus nəqliyyat vasitələri də maneəsiz keçib. Həmin avtomobillərlə Xankəndi xəstəxanasındakı 3 nəfər ağır xəstənin Ermənistana təxliyəsi baş tutub. Səhər saatlarında Xankəndindən Laçın istiqamətinə gedən Beynəlxalq Qızıl Xaç təşkilatının avtomobilləri artıq geri dönürlər və görürsünüz sonuncu avtomobilin içərisində Xankəndində olan xəstəxana üçün dərman preparatları da var. Günün növbəti saatlarında da sülhməramların bir neçə avtomobili, o cümlədən mini və hərbi yardım maşınlarının keçidi təmin olunub. Bizim hər birimizin əhval-ruhiyyəsi yerindədir. Qanuni tələblərimiz həyata keçirilənə kimi dinc aksiyonu dayandırmayacağıq. Gecə-gündüz demədən könüllərimizlə birlikdə burada iştirak edirik və tələblərimiz yerinə yetirilənə qədər də bu aksiyada iştirak edəcək. Hava şəraiti ilə bağlı çətinliklərə baxmayaraq, ekofəallar aksiyaları gecə də davam etdirirlər. Onlar Azərbaycan və xarici dillərdə şüarlar səsləndirirlər. Heç bir çətin vəziyyət demədən Azərbaycanın sərvətlərinin qorunması, hüquqlar qorunmasında burada hər zaman olacaq, burada hər zaman dayanacağıq. Elə vaxt olur ki, gecələr biz mahnı şənliyində oynayırıq və yaxud da ki, başqa bir şənliklər keçirdirik, oyunlar oynayırıq. Yəni burada təkcə sıxılmaqdan söhbət gedə bilməz. Biz burada könüllü olaraq öz aksiyamızı davam etdiririk. Qeyd edək ki, mütəxəssislərdən ibarət qrupun Qarabağ İqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı ilə bağlı monitorinq keçirmə cəhdi baş tutmayıb. Bununla əlaqədar dekabrın 12-sindən Azərbaycanın bir sıra qeyri-hökumət təşkilatlarının üzvləri və könüllülər Şuşa Xankəndi-Laçın yolunda etiraz aksiyasına başlayıblar. Ekofəallar tələbləri yerinə yetirilməyənədək aksiyanı davam etdirəcəklərini bildirirlər. Elnur Tofiq, Nuran Ələkbərli, Rüstəm Mikailzadə, ASTV xəbər.